Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Sizinlə bugün növbəti canlı yayımımız olacaq. Bilirsiniz ki, qarşıda sertifikasiya prosesi gözlənilir. Yəni, yaxın günlərdə bizim yəni növbəti ayda yeni sertifikasiya gözlənilir və bu sertifikasiya prosesində ümumiyyətlə sertifikasiya 2022-ci ildən başlayıb. Sertifikasiya prosesinin aparılması zamanı bir neçə qanun pozuntusu olub və bu qanun pozuntusu zamanı yol verilmiş əsas nüanslardan biri də məhz demək, əmək məcəlləsinin tələblərinin pozulmasıdır. Hansı tələblər pozulub? Bugün ondan danışacağıq sizlə. Və düşünürəm ki, bugünkü canlı yayımı siz də bəyənin, paylaşın. Xüsusilə bu il sertifikasiyaya gedənlər, keçən il sertifikasiyadan kəsilənlər, o cümlədən 59 yaşı tamam olub, 59 yaşı tamam olub, bu il 60 yaşı tamam olacaq şəxslər və s. Yəni bunlar ümumilikdə bizim sertifikasiya ilə bağlı müəyyən məsələlərdə hüquqi maarifləndirməsi lazımdır və o baxımdan biz bugün sizlə birlikdə bu məsələni müzakirə edəcəyik. Canlı yayımı bəyənin, paylaşın. Mən də bir neçə qrupda bunu paylaşım və sonra sizinlə birlikdə müzakirə aparaq. Doğrudan da kifayət qədər maraqlı mövzudur. Mən indi bizim WhatsApp və Facebook qruplarında canlı yayımı paylaşım və sizinlə birlikdə demək, mövzuya başlayacağıq. Mövzumuz sertifikasiya zamanı hansı müəllimləri, yəni sertifikasiyadan keçə bilməyən müəllimləri, hansı müəllimlərin işdən azad etmək olmaz və hətta keçə bilməsə də belə. Bu nə dərəcədə doğrudur, nə dərəcədə doğru deyil. Biz bundan razıyıq, razı deyil ki, sertifikasiyadan keçməyibsə, bu müəllimlər demək, işləməlidir, işləməlidir. Bu mövzu ayrı mövzudur. Amma reallıq ondan ibarət ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və hüquqi dövlət olaraq, hüquqi dövlət nə deməkdir? Hüquqi dövlət nə deməkdir? Hüquqi dövlət o deməkdir ki, mən deyəsəm, bir qədər öncə məqalələr, bir məqaləni paylaşdım. Bir neçə hissədən ibarətdir. Və yox, mənə paylaşıma qadağa qoyublar Facebook. Çünki bundan əvvəl bir 6 hissəli bir məqalə vardı. O məqaləni sizinlə birlikdə demək, bu 6 hissəli bir məqalə vardı. Onu paylaşmışam. Yəqin ona görədir, paylaşa bilmədim qruplarda. Yaxşı, siz dəstək olun, zəhmət olmasa. Onda WhatsApp qruplarında paylaşın və mən paylaşım etdikdən sonra mövzuya başlayacağıq. Demək, bilirsiniz ki, sertifikasiya zamanı bir çox hallarda sertifikasiyadan keçə bilməyən bəzi yoldaşlarımızı, yəni müəllimlər qeyri-qanuni olaraq işdən azad olunublar və niyə qeyri-qanuni işdən azad olunublar? Bunu sizlə müzakirə edəcəyik və hökmən burada əsas şərt odur ki, demək, əmək məcəlləsinin tələbləri nəzərə alınmalıdır. Bu birmənalıdır. Buna görə də bugünkü canlı yayımızda məhz ona əsas olunub. Amma çox təəssüf olsun ki, mən Facebookda qısa qadağa qoyulub paylaşıla bilmirəm.
Sizdən xahişim Facebook qruplarda paylaşmağa dəstək olun. Yəqin ki, bugün paylaşdığım məqaləyə görədir. Yəqin limiti keçmişəm paylaşmaqla bağlı. Mən bir neçə qrupda paylaşımları edeyim, daha sonra mövzuya başlayacağıq. Siz də zəhmət olmasa paylaşımda dəstək olun. Mən artıq yekunlaşdırıram paylaşımları. Belə. Belə, bugünkü paylaşımımız dedik ki, sertifikasiya ilə bağlıdır. Hamıya maraqlıdır ki, sertifikasiya zamanı hansı müəllimləri işdən azad etmək olmaz. Və ona görə də biz bugün danışacağıq sizdən həmin o müəllimlərdən danışacağıq. Kimin də demək tanışları arasında 59 yaş tamam olan şəxslər varsa və 60 yaşa keçən müəllimlər, indi 60 yaşı bilirik. Eyni zamanda Əmək Məcəlləsinin 79-cu maddəsi üzrə hansı demək müəyyən şəxslər varsa, bunlara da bu videonu göndərməyi unutmayın. Demək belə, bilirsiniz ki, Azərbaycan Respublikasında sertifikasiya artıq 2022-ci ildən başlayıb və sertifikasiyanın, ümumiyyətlə sertifikasiya məsələsi nə vaxtdan ortaya qoyuldu? Sertifikasiya məsələsi hələ 2002-ci ildən bu məsələ başlandı. Müəllimlərin peşəkarlığının yoxlanması. O zaman sertifikasiya və yaxud da lisenziya və yaxud da attestasiya formasında necəsə müəllim peşəkarlığının yoxlanması ilə bağlı müzakirələr getdi. Amma məsələnin çox ciddi olduğunu görən, müəyyən narazılıqların olacağını görən, o zamanki Təhsil Naziri Misir Mərdanov bu məsələdən həyata keçirilməsindən çəkindi və nəticədə sertifikasiyanın həyata keçirilməsi ilə bağlı ilkin, daha sonraki addımda hüquqi addım təhsil inkişafı üzrə dövlət strategiyası qəbul edildi. Təhsil inkişafı üzrə dövlət strategiyasında canlı yayımı bəyənin, paylaşın ki, digər yoldaşlara da çatsın. Zəhmət olmasın. Məndə paylaşıma qadağa qoyulub deyəm. Demək, 2013-cü il oktyabrın 24-də ölkə prezidentinin 13 nömrəli sərəncamı ilə təhsil inkişafı üzrə dövlət strategiyası qəbul edildi və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı demək 19 yanvar 2015-ci ildə prezidentin 995 nömrəli sərəncamı ilə strategiyanın təhsil inkişafı üzrə dövlət strategiyasının həyata keçirilməsi ilə bağlı bir də demək dövlət proqramı, üzr istəyirəm, tədbirlər planı təsdiq olundu. Və keçən müddət ərzində demək sertifikasiya qaydaları hazırlandı və 30 aprel 2020-ci ildə Nazirlər Kabinetinin 155 nömrəli qərarı ilə dövlət ümumi təhsil məktəblərində, o cümlədən də ümumi təhsilin həyata keçirdiyi digər dövlət məktəblərində təhsil verənlərin sertifikatlaşma qaydası təsdiq olundu. Bununla bağlı hələ 2018-ci ildə təhsil haqqında qanuna və Əmək Məcəlləsinə dəyişiklik edildi 12 iyun sərəncamı ilə. Və burada diqqət edirsiniz, mən nə dedim? Təhsil verənlərin sertifikatlaşdırılması prosesinə. Bax, bu çox ciddi məsələdir. Və ümumi təhsil haqqında qanunun, hansı ki 2019-cu ildə qəbul edildi, onun 21.0.3-cü bəndində ümumi təhsil məktəblərində təhsil verənlər kimlərdir? Açıq şəkildə göstərilib. Bu məktəbin rəhbər işləri, direktor müavinləri, uşaq birliyi rəhbəri, müəllimlər,
psixoloqlar, dərnək rəhbərləri, laborantlar, kitabxanaçılar və s. Amma bundan sonraki mərhələdə artıq digər məktəb direktoru, direktor müavinlərinin sertifikatlaşması məsələsi çıxdı. Yəni canlı yayımı bəyənin, paylaşın, dəstək olun canlı yayıma, zəhmət olmasın. Demək, burada əsas məsələ məhz təhsil verən məsələsi olduğu üçün. Əgər madam elədirsə, onda bütün məktəbdə direktor, direktor müavinləri, uşaq birliyi rəhbəri, laborant və s. hamı sertifikasiyadan keçməli idi. Amma reallıq ondan ibarət ki, 2022-ci ilin avqustundan başlayaraq, yəni ilkin olaraq ibtidai sinif müəllimləri olmaqla yalnız pedaqoji fəaliyyətlə məşğul olanlar sertifikasiyadan keçməyə başladı və Nazirlər Kabinetinin 155 nömrəli qərarı ilə təsdiq olunmuş qaydalara, sertifikasiyanın keçirilməsi qaydalarına dəyişiklik edildi və təhsil verənlərin yox edildi pedaqoji fəaliyyətinə. Amma Əmək Məcəlləsinin 67-2-ci maddəsində təhsil verənlər qalıb. İndi burada məsələ çıxır. Müəllimlərin sertifikatlaşması qaydası bitdikdən sonra, yəni sırf pedaqoji fəaliyyətlə məşğul olanların sertifikatlaşması bitdikdən sonra bizdə digər təhsil verənlərin, direktor, direktor müavini, kitabxanaçı, uşaq birliyi rəhbəri və s. onların da sertifikatlaşması keçiriləcəkmi? Əgər keçiriləcəksə, onda 155 nömrəli qərara əlavə dəyişiklik edilməlidir və yaxud da ümumi təhsildə çalışan digər, yəni pedaqoji fəaliyyətlə məşğul olmayan digər təhsil verənlərin demək sertifikatlaşma qaydaları təsdiq olunmalıdır. Çünki əgər biz ümumi təhsildə 155 nömrəli qərardan danışırıqsa, bilirsiniz ki, məktəbəqədər təhsildə də yaxın zamanda sertifikasiya gözlənilir və məktəbəqədərdə məsələ biraz asandır. Çünki orada ümumi 18.000 işçi çalışır və məktəbəqədərdə olan təhsil verənlərin sertifikatlaşma qaydaları 2023-cü ilin dekabrın 30-da qəbul edildi 498 nömrəli qərarla. İndi məsələnin əsas mahiyyəti nədən ibarətdir? Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, xüsusilə mən sizdən xahiş edirəm, əgər mümkünsə canlı yayımı paylaşın, paylaşmaqda dəstək olun. Çünki kifayət qədər, indi məndə Facebookda paylaşma qadağa qoyulub deyə, maraqlı müəllimlərə göndərin. Xüsusilə də demək sertifikasiyadan kəsilən müəllimlər və yaxud da sertifikasiyadan kəsilmə ehtimalı olan müəllimlərə göndərin. Çünki bu məsələ mövzumuz sertifikasiya mövzusudur. Və 2022-ci ildən başlayaraq keçirilən sertifikasiya, bilirsiniz, sertifikasiya qaydalarına görə sertifikasiyada üzürlü səbəbdən iştirak etməyənlər və yaxud da keçə bilməyənlər bir il müddətində iş yerini saxlamaqla çalışdılar və 2023-cü ildə ibtidai sinif müəllimlərinin artıq o kəsilənlərin sertifikasiyası həyata keçirilməyə başladı və nəticə etibarı ilə burada kəsilənlər oldu, bilirsiniz, və ümumilikdə 5000-ə yaxın müəllimlə əmək müqaviləsinə xitam verilib. Bunun 3000-ə yaxını, 3000 civarında bu ibtidai sinif müəllimləridir. Bax, problemin ibtidai sinif təhsil səviyyəsində olan problemi göstərir. Amma bildiyiniz kimi sonra Azərbaycan dili, yəni tədris dili və ədəbiyyat, daha sonra isə keçən il riyaziyyat və xarici dil və bu il riyaziyyat və xarici dildən ümumilikdə kəsilənlərin təqribən orada da bir 2000-dən yuxarı xarici dil müəllimidir. Orada da 500-ə yaxın riyaziyyat müəllimidir ki, onlara da yenidən bu il iyunda ikinci sertifikasiyası gözlənilir. Yaxşı, bu sertifikasiya prosesini hər biriniz işlədiyiniz məktəblərdə bilirsiniz. Bəs qanun pozuntusu hardadır? Qanun pozuntusu hardadır? Əvvəla sertifikasiya edilmiş dəyişiklik, bir neçə dəyişiklik edildi sertifikasiyadan sonra. Yəni, qaydalar qəbul edildikdən sonra, əvvəlcə bilirsiniz, sertifikat asan xidmətlərdə götürülürdü, sonra elektronlaşdı, elektron təhsil sənədi vasitəsilə artıq götürülür və sertifikasiyanın demək 10 sual metodikadan 50 sualsa demək tədris etdiyi fəndən salınması əslində müəllimlərin işə qəbulu prosesindən fərqli idi bu. Salamlayıram hər birinizi, canlı yayımı paylaşın, zəhmət olmasın. Və
burada əsas məsələ məhz sertifikasiyada sertifikasiyanın miqlə fərqli olması. Yadınıza gəlirsə, müəllimlərin işə qəbulunda məntiq də vardı. Hətta məntiqi ona görə çıxartdılar ki, sertifikasiya ilə uyğunlaşsın. Amma yenə də orada fərq oldu. Olsun. Və burada Təhsil İdarəetmə Orqanı sertifikasiyanı həyata keçirən Elm və Təhsil Naziri və müddədə qanunvericiliyin tələblərinin pozulması halı hansı idi? Bilirsiniz ki, əmək qanunvericiliyi, yəni Azərbaycanda bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir və Əmək Məcəlləsinin 79-cu maddəsində açıq şəkildə göstərir ki, kimlərlə əmək müqaviləsinin ləğv edilməsi işə götürən tərəfindən icazə verilmir. Və bu 79-cu maddənin tələbləri gözlənilmədi. Nəticə etibarilə şikayət edənlərin sayı çoxaldı və 2024-cü ilin noyabrında ölkənin Konstitusiya Məhkəməsi noyabrın 19-u idi, yoxsa 16-sı ki, qərar çıxartdı. Bir daha əmək qanunvericiliyinin tələblərinə əməl olunmasını tələb etdi və nəticə etibarı ilə artıq bildiyim qədər bu il regional təhsil idarələrinə tapşırıq veriblər ki, 79-cu maddənin tələblərinə uyğun olan şəxslər kimlərdirsə, onların içərisi götürülsün. Yəni, məsələ burada necədir? Bir çox sertifikasiyadan kəsilən şəxsləri müəllimləri aldatdılar və əslində də çox təəssüflə deməliyik ki, müəllimi aldatdılar. Çünki biabırçı hal o idi ki, müəllim öz hüququnu bilmir. Rüsvayçı haldır ki, müəllim cəmiyyətdə öz hüququnu bilən şəxsiyyət və vətəndaş yetişdirir, amma müəllim öz elementar hüququnu bilmir. Müəllimləri çağırdılar, sertifikasiyadan kəsilən yoldaşları çağırdılar. Dedilər ki, siz gəlin, bu 70-ci C bəndi ilə sizlə əmək müqaviləsinə xitam veriləcək və 70-ci C bəndi ilə xitam verildiyinə görə siz bundan sonra bir də heç harada işləyə bilməyəcəksiniz. Gəlin, ərizə yazın, ərizənizlə ki. Və müəllim də heç olmasa, yəni bizim müəllimlərimiz bir yandan deyirəm elə düz edib əmək müqaviləsinə xitam veriblər o müəllimlərlə. Və bir əmək məcəlləsini açmır, o 70-ci maddəsinin C nədir? Bir oxuyun, bir dinləyin və nəticə etibarilə 70-ci maddənin C bəndində açıq göstərilir ki, tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqanın qərarı. Bu, tutduğu vəzifəyə uyğun gəlməməsi barədə səlahiyyətli orqan dedikdə, orada elə 70-ci maddənin qeyd bölməsində də deyir, bu attestasiya komissiyasıdır, bir də sertifikasiya şurası. Yəni, burada ümumiyyətlə müəllim bilməlidir ki, hər birimiz bilməliyik. Bir şəxsin peşə fəaliyyəti ilə məşğul olmasını qadağan etmək yalnız məhkəmənin hüququndadır. Məhkəmə hökm çıxartmalıdır ki, Həsənova Fatma və yaxud da Qafarov Elşən müəllim işləyə bilməz. Müəllimin müəllim işləmək hüququnu kimsə ondan ala bilməz. Ki, müəllimlərimizi deyirlər ki, sən bundan sonra müəllim işləyə bilməzsən, gəl ərizəni yazsın ki, müəllim də sevinə-sevinə gedib ərizə yazır ki, demək, mən ərizəni yazdıram, işdən çıxıram. Olsun da 70-ci C bəndinə, nə olasın? 70-ci C bəndi var. Əmək funksiyasını yerinə yetirməməyə, əmək müqaviləsi üzrə vəzifə ötəliklərini yerinə yetirməməyə və yaxud da əmək məcəlləsinin 72-ci maddəsində göstərilmiş əmək vəzifələrini yerinə yetirmədikdə, bu zaman demək, ona bağlamış əmək müqaviləsinə xitam verilir və Təhsil Qanunun 36-1-ci maddəsində də göstərilir ki, bu etik davranış qaydalarını əgər pozursa, bir il müddətinə müəllim işləyə bilməz. 70-ci C bəndi tamamilə ayrı anlayışdır. 70-ci C bəndi tamamilə ayrı anlayışdır. Müəllim bunu bilməlidir. Bu məsələni bir tərəfində, suallarınıza da cavab verəcəm. İndi biz növbəti qaydırıq ki,
79-cu maddədə nələr danışır? Hansı müəllimlər hətta sertifikasiyaya getməsələr belə, heç getmir və yaxud da gedib keçmir, həmin şəxslərlə əmək müqaviləsinə xitam vermək olmaz. Bu hamilə qadınlardır. Sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar. 3 yaşına qədər uşağı olan qadınlar və yaxud da 3 yaşına qədər uşağın tək başına böyüdən kişilər. Bu sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar. Yeganə qazanc yeri işlədiyi həmin müəssisə olur, yəni 2 yerdə işləmir, 1 yerdə işləyir. Məktəb yaşına qədər uşağını tək başına böyüdən işçilər. Fikir verirsiniz? Yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşına qədər uşağını tək başına. Yəni, ailə ayrılır və yaxud da valideynlərdən biri dünyasını dəyişir. Uşaq 6 yaşı tamam olana qədər həmin şəxsi sən işdən azad edə bilməzsən. Bu şərt nə ki? O 2 yerdə yox, 1 yerdə işləyir. Sənin müəssisəndə işləyir. Təkrar edirəm. Yeganə qazanc yeri işlədiyi həmin müəssisə olub, məktəb yaşına qədər uşağını tək başına böyüdən işçi. Tək başına böyütmək də odur, ya ailəsindən ayrılıb, ya da valideynlərdən biri rəhmətə gedir. İşdən çıxartmaq olmaz onu. Ta 6 yaşı uşağın tamam olana qədər sertifikasiyaya getməsə belə, sertifikasiyadan keçməsə belə, sən onu işdən azad edə bilməzsən. Dərs saatı, 18 saat minimum, yəni belə deyək, dərs yükü normasını ona verməlisən. Minimum yox, dərs yükü normasını verməlisən. Əmək normasını verməlisən. Əmək qabiliyyətinin müvəqqəti itirən işlər. Bilin, bülletində listə deyirsiniz, bülletin deyirsiniz. Bu, o vərəqin adı əmək qabiliyyətinin müvəqqəti itirmə haqqında vərəqədir. Təbii ki, bu 79-cu maddədə deyir, işçinin şəkərli diabet xəstəsi olması və yaxud da skleroz xəstə olması və yaxud da Həmkarlar İttifaqının siyasi partiyanın üzvü olma səbəbinə və motivinə görə. Demir, şəkərli xəstələri sən işdən azad edə bilməzsən. Dağınıq sklerozu işdən azad edə bilməzsən. Həmkarların üzvünü və yaxud da hər hansı siyasi partiyanın üzvünü azad edə bilməzsən. Deyir ki, o səbəbə görə işdən azad edə bilməzsən. Və 50'li olan, uşağı olan, 18 yaşına qədər 50'li müəyyən edilmiş uşağı olan və yaxud da ailə üzvlərindən birinin əvvəlki birinci qrup, indi birinci qrup demirik, orqanizmin funksiyasının 81-100% pozulmasına görə 50'li müəyyən edilmiş şəxslər. Ailə üzvlərindən biri, əgər birinci qrup 50 isə, yəni orqanizmin funksiyasının 81-100% pozulmasına görə 50'li müəyyən edilmiş şəxsdirsə və yaxud da 18 yaşına qədər 50'li müəyyən edilmiş uşağı varsa, o sertifikasiya lap belə getmir. Yaxud da gedib orada 0 bal toplayır, 10 bal toplayır. Sən onu işdən azad edə bilməsən. Hal-hazırda əlimizdə bizim ona yaxın bax belə məhkəmə işi var. Məhkəmə instansiyalarında, hamısında həmin müəllimlərin xeyrinə qərar qəbul edilib. Eləsi var ali məhkəmə, eləsi var apellyasiya məhkəməsi səviyyəsindədir. Və o müəllimlər məhkəmənin tutduqdan sonra işə qayıdacaqlar və birmənalı şəkildə də keçən müddət üçündə əmək haqqını alacaqlar. Aydındır mı? Məsələn budur. Bax, bu məsələdə daha çox, xüsusilə də verimiz ən çox müəllimlər arasında uşağını tək başına böyüdən müəllimlərimiz var və övladı 18 yaşına qədər 50'li müəyyən edilmiş olan şəxslər var və yaxud da ailə üzvlərindən birinci qrup 50'li olan şəxslər var. Onlar hansı ki, onlar sertifikasiyada iştirak etməsə belə, onlarla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Nəinki sertifikasiyada, çalışma yaş həddinə çatdırsa müəllim, ailəsində birinci qrup 50 var. Onunla əmək müqaviləsinə xitam verə bilməz. İndi bizdə müəllimlikdə ixtisar yoxdur, digər ştatlarda ixtisar var. İxtisar edə bilməzsin. Yaxşı, indi sadaladığımız bax bu şəxslərin yalnız müəssisə ləğv olunduqda bir də onlarla müddətli əmək müqaviləsi bağlanarsa demək
həmin müddətli müqavilənin müddəti bitərsə onda xitam vermək olar. Yəni işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə yol verilməyən şəxs. Əgər müəllimlər arasında tanıdığınız şəxslər varsa, ailə üzvlərindən birinci qrup, ikinci qrup yox, birinci qrup, yəni siz qrup deyirsiniz, amma indi onun adı dəyişib, təkrar edirəm, orqanizmin funksiyasının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs. Əgər pozulubsa, yəni belə əlilliyi müəyyən edilmiş şəxs varsa, yəni birinci qrup, və yaxud da ki, övladı 18 yaşına qədər əlilliyi müəyyən edilmiş şəxssə, o heç sertifikasiyaya getməsə belə, onunla əmək müqaviləsinə xitam verə bilməzdir. Yalandan ərizə alırlar, gəl səni sosial pedaqoq təyin edək, gəl səni filan eləyən müddətdir. Bu sosial pedaqoqun sonu yoxdur. Əgər varsa müddətsiz bağlasınlar. Niyə bağlamırlar? Çünki sosial pedaqoq ştatı məktəbdə o narazı, yəni qanunsuz çıxartdıqları və yaxud da elə müəllimlər var, həssas qrupdur və yaxud da ki, sözünü deyə biləndir və onları susturmaq üçün verilən ştatdır. Yəni o sosial pedaqoq özü də qısa müddətdən sonra, yəni bu ştat faillərində də yoxdur və özü də görürsünüz kimlərə verilir. Ancaq sertifikasiyadan kəsilən, onların da müvəqqəti olaraq zaman o sosial pedaqoqun da sonuna gəlib çıxacaqlar. Təkrar edirəm. Ərizəni yazmaq sizə nə verəcək? Təbii ki, siz əgər hüququnuzu bilirsinizsə və yaxud da ki, əmək məcəlləsini bilirsinizsə, çünki məsələn, mən həmişə təklif edirəm ki, bütün ali məktəblərdə, fərqi yoxdur, pedaqoji kadr hazırlıqdır və yaxud da digər sahələrdir, orta ixtisas kolleclərdə, peşə məktəblərində hökmən əmək məcəlləsi tədris olunur. Çünki bugün təhsil alan şəxs sabah ya işçidir, ya da işə götürən olacaq. İstənilən halda əmək məcəlləsini bilməlidir. İstənilən halda əmək qanunvericiliyini bilməlidir. Və bu baxımdan burada əsas şərt odur ki, hökmən əmək məcəlləsini bilməlidir ki, onun hüquqlarını kimsə, əmək hüquqlarını kimsə poza bilməsin. Bildiyim qədər artıq regionlara məlumat veriblər ki, ailəsində birinci qrup əlilli olan və yaxud da 18 yaşına qədər əlilliyi müəyyən edilmiş şəxslər olan, yəni ailəsində olan şəxsləri siyasi götürürsün. İndi bilmirəm, onları qabaqcadan çağırıb hətta sertifikasiyaya getməsələr, onların heç getmir. Və yaxud da gedib keçmir. Həmin şəxslərlə əmək müqaviləsinə xitam vermək olmaz. Bu hamilə qadınlar. Sertifikasiyadan azad olmalı. Sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar. Əmək məcəlləsinin 3 yaşına qədər uşaq olan qadınlar heç getmir. Və yaxud da gedib keçmir. Həmin şəxslərlə əmək müqaviləsinə xitam vermək olmaz. Bu hamilə qadınlar. Sertifikasiyadan azad olmalı. Sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar. Əmək məcəlləsinin 3 yaşına qədər uşaq olan qadınlar heç getmir. Və yaxud da gedib keçmir. Həmin şəxslərlə əmək müqaviləsinə xitam vermək olmaz. Bu hamilə qadınlar. Sertifikasiyadan azad olmalı. Sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar. Əmək məcəlləsinin 3 yaşına qədər uşaq olan qadınlar heç getmir. Və yaxud da gedib keçmir. Həmin şəxslərlə əmək müqaviləsinə xitam vermək olmaz. Bu hamilə qadınlar. Sertifikasiyadan azad olmalı. Sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar. Əmək məcəlləsinin 3 yaşına qədər uşaq olan qadınlar heç getmir. Və yaxud da gedib keçmir. Həmin şəxslərlə əmək müqaviləsinə xitam vermək olmaz. Bu hamilə qadınlar. Sertifikasiyadan azad olmalı. Sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar. Əmək məcəlləsinin 3 yaşına qədər uşaq olan qadınlar heç getmir. Və yaxud da gedib keçmir. Həmin şəxslərlə əmək müqaviləsinə xitam vermək olmaz. Bu hamilə qadınlar. Sertifikasiyadan azad olmalı. Sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar. Əmək məcəlləsinin 3 yaşına qədər uşaq olan qadınlar heç getmir. Və yaxud da gedib keçmir. Həmin şəxslərlə əmək müqaviləsinə xitam vermək olmaz. Bu hamilə qadınlar. Sertifikasiyadan azad olmalı. Sertifikasiya qaydalarında da göstərilir ki, onlar sertifikasiyadan azaddırlar.
səsi başa düşmək olurmu? İndi başa düşmək olurmu? Facebook'tan yazın, zəhmət olmasın. İndi səsimi eşitmək olurmu? Belə. On bir illik müəllim peşəmdən imtina etdim, qayıda bilərəm. Bəli, istənilən şəxs, istər sertifikasiyadan kəsilən şəxslər. İndi düzəlib. Çox iyi. İstənilən halda sertifikasiyadan kəsilən şəxslər sizi heç kim peşə fəaliyyətlə məşğul olması qadağan etmir. MİQA hazırlaşırsınız, müəllimlərin işə qəbulunda təzədən imtahan verib müəllim kimi işləyə bilərsiniz. Mətin bəy, təşəkkür edirəm. ...63 yaşında keçməməli. 60 yaşı tamam olmuş müəllimlər üçün könüllüdür. Könüllüdür. Birində iştirak elədi. Yəni qanunda orada boşluqdur, qaydalarda boşluqdur. Laptam gedir, iştirak edir, kəsildi, ikincisində getmir. Orada qayda belədir ki, ikincisində də kəsildikdən sonra və yaxud da, aydındırmı? İkincisindən də kəsildikdən sonra iştirak, və yaxud da iştirak etməlidir. Amma 60 yaşından yuxarı. Bunun üçün öncədən müraciət etmək lazımdır, imtina etmək lazımdır. Şəhid bacısıyam, mənim də metodik vəzifəsi versin. Demək, bu şəhid məsələsi ilə bağlı çox həssas məsələdir. Bilirsiniz, mən özüm də keçmiş döyüşçüyəm və ailəmizdə Mehman şəhid olub və tank alayının komandiri olub. Şəhid ailəsi haqqında Azərbaycan Respublikasının qanunu var. Şəhid ailəsinin statusu haqqında Azərbaycan Respublikasının qanunu var. Şəhidin bacısı, şəhidin qardaşı, mənim də evdə bütün şəhidlər qardaşımızdır, amma ata bir, ana bir qardaşım da şəhid olub da. İndi mənim qismətimdə olmayıb, onun qismətində olub. Və şəhid ailəsi statusu haqqında Azərbaycan Respublikasının qanununa görə şəhid bacısı, şəhid qardaşı, şəhidin xalası, bibisi, əmisi, dayısı, babası, nənəsi, şəhid ailəsi sayılmır. Biz cəmiyyət olaraq, dövlət olaraq şəhidin bütün tayfasına, əqrabasına, hamısına hörmət gözü ilə baxırıq. Şəhid ailəsi statusunu, yəni haqqında qanuna görə şəhidin atası, şəhidin anası, şəhid ailəlidirsə həyat yoldaşı, uşaqları varsa uşaqlar həmin statusdan yararlana bilərlər. Yəni burada mənə şəhid ailəsi ilə bağlı yazdılar. Yəni biləsiniz ki, şəhid bacısı olmaq sizə xüsusi status vermir. Şəhid bacısı olmaq sizə xüsusi status vermir. Şəhid qardaşı olmaq, şəhidin əmsi, dayısı, xalası olmaq sizə xüsusi status vermir. Çox təəssüf edirəm. Bizim bir çox hallarda məktəblərimizin işinə, idarə edilməsinə bu statusda olmayanlar və yaxud da olanlar müdaxilə edirlər. Biz dövlət və cəmiyyət olaraq hər birimiz şəhidlərimizə bir ömür boyu borcluyuq. Amma və dövlət də kifayət qədər də şəhid ailələrinin sosial vəziyyətinin qorunması üçün işlər görür. Amma heç kimə ixtiyar verilmir ki, gəl məktəbin idarə edilməsinə müdaxilə edin. Bəzən adam utanır. Qazidir, bəli. Əvvəla o vaxtki vaxt deyil, bizim vaxtımızda olan deyil ki, könüllü çıx get. Dövlət çağırıb borcunu verməyə getmirsən, döyüşmürsən, canımı sənə qurban. Yaralanmışsan, canımı sənə qurban. Dövlət mümkün eləyə bildiyini eləyir, cəmiyyət eləyə bildiyini eləyir, Yaşad fondu eləyə bildiyini eləyir. Məktəblərə texniki işçi kimi bizim qaziləri verirlər. O qazi gedib o sinif otağını süpürəndir, gedib o otu biçəndir. Yəni, niyə təhsil müəssisələrinin hesabına kimlərsə hansısa narazılığı yatırtmaq istəyirlər? Kimlər narazı olur? Bugün, yenə deyirəm, bizim vaxtımızda döyüşən vaxta nisbətən Allah Ali Baş Komandanımızı qorusun. Bugün şəhid ailələrinə diqqət və qayğıda, qazilərə də diqqət və qayğıda əvvəlki birinci müharibədən qat-qat artırdı. Amma mən şəhid bacısıyam, şəhid qardaşıyam, şəhidin xalasıyam, əmsiyəm, dayısıyam, qaziyam,
filandır, mənə məktəbdə iş verin, bunu edin, bunlar qəbul edilən deyil. Birməna şəkildə. Bu, həmin o müqəddəs o hissləri aşağı salır. Cəmiyyət olaraq bir qədər duruxaq. Biz də, bizim ailədən də şahid olun. Biz heç bir qapını döyməmişik ki, bizə iş verginə. Heç bir qapını döyməmişik. Gəl bizə bunu elə. Heç bir gedib, tutam ki, bizim də kənddə məktəb qardaşımın adınadır. Baxmayaraq hələ mən orada məktəb direktorda işləmişəm. Mənə qədər də. Məndən sonra da kimsə gəlib orada deməyib ki, direktor sən bu işi düz eləmirsən və yaxud da ki, bu məktəb belə idarə olunmalıdır. Bu nə deməkdir? Məktəb direktorları qalıblar bir yana. Regionlar deyir ki, sakitləşdir. Yox, onlar bir dənə narazı olmasın. Bu nə biabırsınlıqdır? Siz xeyr, Ali Gözəlim. Gedin əvvəl bir daha oxuyun şəhid statusu haqqında Azərbaycan Respublikasının qanununu. Yenə deyirəm, mənim də qardaşım, yəni ata bir, ana bir qardaşım şəhid olub. Mən özüm də 1-ci Qarabağ müharibəsində döyüşmüşəm. Yoxdur belə bir şey. Gedin qanunu oxuyun. Şəhidin atası, anası, ailəlidirsə həyat yoldaşı, övladları varsa övladları, statusu onlar daxildir. Musiqi müəllimlərinin sertifikasiyası olmadığına görə, demək, sertifikasiyası olmadığına görə necə kəsib çıxardıqlar? O Mədəniyyət Nazirliyi, o attestasiyadır. Biz ümumi təhsil məktəblərində sertifikasiyadan danışırıq. Qoca 60 yaşınız tamam bir çağırıblar, siz getməyə bilərdiniz. Təbii ki, üzrlü bir səbəb göstərəcəydiniz və ikinci dəfədə, hətta gedib kəsilmişsinizsə, ikinci imtahana getməyə bilərsiniz. Hüquqi orada boşluqdur. Orada hüquqi boşluq. Orada hüquqi boşluqdur. Belə. Artım verilməyəcək, bəli, sertifikasiyadan keçməyən şəxs. Məsələn, 60 yaşı tamam olmuş şəxs, kimlər ki, sertifikasiyada iştirak etməyib, bu sertifikasiyada iştirak etməyən şəxs kimi olmaz. Aydındır mı? Sonra oğlunuz ürəkdən əməliyyat olunub, əlilliyi var. Əgər birinci qrup əlildirsə, hərbiçi sertifikasiyadan azad deyil. Yoldaşınız hərbçidir, hərbiçi ailələrinin, hərbçilərin sosial statusu haqqında Azərbaycan Respublikasının qanunu var. Yoldaşınız hərbi isə, əgər yerin dəyişərsə, onun olduğu yerdə, yəni yeni keçdiyi yerdə siz işdən təmin olunmalısınız. Əgər işləyirsinizsə. Yox, 58 yaşım var, panik atakam, imtihandan imtina edə bilərəm, yox. Masur Əzimov, xoş gördük. Maraqlı sualdır. Test mərhələsinin keçib müsabiqədən kəsilən, müsahibə mərhələsindən kəsilən, odur ki, müsabiqədən həmin il kəsilib. Reallıqda onlar yenidən testə getməlidirlər, qanununda. Məktəbə qədər təhsil məsələlərində sertifikasiya olacaq. Artıq bütün hazırlıqlar tamamdır. Bilirsiniz, orada diagnostikdə keçirilib, qanunvericiliyi də hazırdır. Orada azdır. Məsələn, bizdə ümumi təhsildə bir sertifikasiya 30 min şəxs gedir. Məktəbə qədər də cəmi 18 min adam var. Direktor sizi məcbur edə bilməz. Əmək məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsi var. Heç kimi hədəf qorxu gəlməklə ərizə yazmağa məcbur edilə bilməz.
İmtina edə bilərsiniz. Kamil Kərimov. Əlaqə nömrəm bütün ölkənin təhsil işçilərində var. 050 672 59 11. Direktorların sertifikasiyası, direktor müavinlərinin sertifikasiyası üçün hüquqi baza olmalıdır. Hüquqi təminat olmalıdır. Bəli, Allah prezidentimizi qorusun, Ali Baş Komandanımızı qorusun. Bugün həm hərbiçilər, həm qazilər, həm şəhid ailələrinə böyük diqqət var. Həm cəmiyyət tərəfindən, həm ölkə rəhbərliyi tərəfindən və yəni birbaşa və bütün yerli hakimiyyət strukturları tərəfindən. Zarina, məktəbdə adını yaza bilməyən laborant necə işləyə bilər? Ümumiyyətlə, laborant vəzifəsi məktəbdə nə üçündür? Adını yaza bilənlər görə orada fizika kabinetində, kimya kabinetində, biologiya kabinetində bir avadanlığı tanıyırmı? Ümumiyyətlə, mənim özümə də demək, mənim özümə də maraqlıdır ki, nə üçündür? Qarabağ regionalında bağça müdirlərini atladı. Yəni, dərəcəsi aşağısandır. Bu, ölkə üzrədir. Əmək müfəttişinə müraciət edin. O fəxri alanlar üçün Cəmil Allaverdiyev yoxdur elə bir hal. Yəni, Əmək Məcəlləsinin 67-2-ci maddəsi var. Bir də Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı var. Orada konkret olaraq göstərir ki, belə deyək, kimlər sertifikasiyadan azaddır. İndi yenicə dəyişiklik elədilər. İlk dəfə işə girənlər 3 ildən sonra sertifikasiyaya cəlb olunurlar. Sonra 60 yaş tamam olanlar isə könüllüdür. Fəxri adlı olan müəllimlər üçün orada hər hansı bir istisna yoxdur. Müəllim, mənim işə götürdüyüm müəllimin əli ilə mənim işimə xitam verə bilərlər, zəhmətimiz. Tam aydın deyil, ağdaş. Tam aydın deyil sualınız necədir. Sualınızı başa düşmək. Sizin götürdüyünüz müəllimin əli ilə sizə necə xitam verə bilərlər? Bu ilki sertifikasiya bildiyiniz kimi fizika, kimya, biologiya, coğrafiya, bir də informatika fənnindən olacaq da. Tarix fənnini saldılar növbət. Rəfiyev, salam, xoş gördük. Hovilə salam olsun. Sonra təvəllüdünü dəyişib, sertifikasiyada iştirak etməmək üçün təvəllüdünü. Axı, indi elektron sistemdir, bu mümkün deyil. İyun ayında olacaq da sertifikasiya. Mən ona görə bu canlı yayımı açdım ki, hamı məlumatlı olsun. Xeyr, Cəmil mənim, könüllü deyil. 79-cu Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri gözlənilməsə məhkəməyə müraciət edin. Amma 30 gün müddətində sizin əmək müqaviləsinə xitam versələr, orada Əmək Məcəlləsinin 296-cı maddəsində iddia müddəti var, 30 gün. 30 günü keçirəndən sonra heç bir faydası olmayacaq. Belə. Bağçada attestasiya yox, sertifikasiya olacaq. Çünki orada diaqnostik keçirilib, hazırlanıb. Belə, bugün sertifikasiya ilə bağlı danışdıq və sizdən hər birinizdən xahişim bu videoya baxanlar sonra da paylaşsınlar və əsas məsələ orada müəllim yoldaşlarınızı maarifləndirin. 79-cu maddənin tələbləri gözlənilməyən şəxslər ərizə yazmasınlar, sertifikasiyadan keçməyənlər və bir də 79-cu maddəni gözlənilmir. Əgər əmək müqaviləsinə xitam verilsə, bir ay müddətində dərhal bizdən də əlaqə saxlaya bilərlər və yaxud da yaxın vəkildən. Amma bizə nə qədər yoldaşlar müraciət ediblər, bir çox hallarda tanışdıq və s. digər hallar rayonda olan vəkillərə müəyyən təhsil etmə imkanları var.
və bizlə əlaqə saxlayın, biz vəkillə təmin eləyək və işi götürək. Digər yoldaşların işləri necə ki udulub, artıq geri qayıdırlar işlərinə, onlarla eyni qaydada sizinlə həmçinin olacaq. Gecəniz xeyrə qalsın, təşəkkür edirəm. Bir də bizim canlı yayımlarımızı izləyin, paylaşın. Paylaşın ki, digər yoldaşlar da demək